Salam əleykum, hər vaxtınız xeyir olsun, əziz göyərçin sevənlər, dostlar. Deməli, bugün mən Elçin Abbasov, Təşəkkür Hüseynov, gəlmişik Cəlilabada qonaq. Bizim Novruz qardaş həm bizim hakimdir, həm də video bloger buradadır. Mehman əmi də gəlir, Lənkərandan yoldadır. İndi görüşəcəyik Cəlilabadda, gedirik Elşən qardaşgilə qonaq. Bu öz yerində, deməli, Cəlilabada girməmişdən öncə belə qərara gəldik ki, bu zəhmətkeş rayon, bollu bərəkətli torpağı olan Azərbaycanın taxılçılıq üzrə ixtisaslaşmış, kartofçuluq, kənd təsərrüfatı üzrə belə deyək, inkişaf etmiş, həm də şəhidləri ilə, döyüşkən igid oğulları ilə tarixdə adını yazdırmış bir bölgəsinə gəlmişik. Və fikirləşdik ki, girişdə bir çəkiliş eləyək, buradan bizi izləyən dostları salamlayaq. Təşəkkür dayı, buyur sən də öz sözlərini de. Mən də sizi salamlayıram. Bizi izləyən bütün tamaşaçıları salamlayıram. Deməli, Cəlilabad rayonu çox belə şəhid verən rayonlardan Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Biz də Elşənə uğurlar deyirik, gəlmişik indi buraya. Bəli. İnşallah çəkilişlərimiz tamam. Salam əleykum, hamını salamlayırıq. Bugün Cəlilabaddayıq. Nömrə 1 Göyərçin klubunun iştirakçısı Elşən Rızayevin həyətində qonağıq. Elşən, Allah canını sağ eləsin, zəhmət çəkmirsən, süfrə atmısan. Bizim hakimlər Təşəkkür dayı, Lənkərandan Mehman əmi və bizim digər qonağımız Nömrə 1 Göyərçin klubunun digər bir iştirakçısı, yəni yarışda quş uçurdacaq şəxs Tariyel əmi buradadır. Xoş gəlmişsən Tariyel əmi. Famil qardaş həm iştirakçı, həm hakimdir, burada yoxdur. Amma inşallah ürəyi bizimlədir. Novruz bizim hakimimizdir, həm də video blogerdir. Çox sağ ol Novruz, əziyyət çəkirsən. Elşən, sənə uğurlar arzulayırıq. Allah sənə yaxşı nəticələr qismət eləsin həyatında. Hamıya qismət eləsin, həmçində elə içindəsən. Sağ ol. İnşallah bu günlərim biz sənin qonağı, quşlarına baxırıq, tamaşa edirik. İnşallah özün də birazdan quşlar haqqında Novruz qardaşa məlumat verərsən, ilə çəkilişə də düşər. Yenə də xeyirli uğurlu olsun. Sağ ol. Mehman əmi, mən söz verirəm sizə, buyurun, oradan danışın sizdə. Salam aleyküm. Allah hər birinizə can sağlığı versin. Bu həyətə xoş günləri həmişə yığışay belənsinə. Toyana inşallah. Elşən qardaşımızın bir nəri həyətində baxırıq heyvanlarına, nəzət veririk. Qəşəng heyvanları var. Allah bərəkətli eləsin biraz da. Tamam. İnşallah Allahın köməkliyi ilə yarış uçurdacaq, nümayiş eləyəcək quşların bütün Azərbaycana, nə ki Azərbaycan, bütün dünyaya göstərəcək. Allah xeyrin versin. Yenə də xeyir dua arzulayıram Elşənə. Xeyirli olsun Elşən. Sağ ol əmə, var ol, Allah kömək olsun. Mən də öz adımdan hamını salamlayıram. Elşən, Allah canını sağ eləsin. Allah malına, mülkünə bərəkət versin. Maşallah olsun, heyvanlar da əladır. İnşallah yaxşı nəsələ gözləyirsən heyvanlarla. Uğurlar sənə diləyirəm. Sağ ol qardaş, Allah kömək olsun. Eləmi, sən də öz ürək sözlərini de, yəni fikirlərini bildir, rəqibindir meydanda. Əlbəttə, Elşən qardaşa da uğurlar arzulayıram. Sağ ol, sağ ol. İnşallah yaxşı nəticələr. İnşallah, belə də hər şey yaxşıdır, inşallah. Elşən, biz olsa çox ünsiyyətli olacaq, İnşallah. Yəqin ki, indi əyləşmişik. Sən özün də buyur iştirakçılara yarış haqqında, Nömrə 1 Göyərçin klubunun qaydaları haqqında qoşulmusan, sən qane eləyir, necədir? Yəni, ümumən yarışlar çoxdur, hamıya uğur arzulayırıq, amma bizim platformada tamam bir fərqlidir, qaydalar bizdə çox çətindir. Sən özün də bunu bilirsən, bu qaydalarla razılaşıb qoşulmusan. Düz. Fikirlərini sən də... Əvvəla, mən də gələn qonaqları salamlayıram. Xoş gəlibsiniz, var olun, əziyyət çəkibsiniz. Təşəkkür edirəm. Bütün yarışda olan qardaşları da salamlayıram. Hamısına uğurlar arzu edirəm. İnşallah yayda gözəl uçuşlar olar. İnşallah. Hər kəs baxar. Nömrə 1 Göyərçin klubu da
qəşəng klubdur, yəni xoşa gəldi. Həm şərtləri də gözəldir. Qaydalar da superdir. İnşallah görək də nə nəticə olar, göstərərik. Baxarlar. İnşallah. Xeyirli uğurlu olsun. Sağ ol. Sağ ol. Sağ ol qardaş. Elşən, Allah mal və mülkü və bərəkət versin. Quşlar bu sənin göylərindir, Bəli. əbrəşlərindir, çillərində. Allah xeyir eləsin. Sağ Səndə olun, bir var olun. neçə liniya var. İstəyərdik ki, elə Novruz qardaş bunları bir fraqmenti alsın, sən də bunlar barədə bir məlumat verəsən. Quşların cinsi nədir, gücü nədir, soyu hara dirənir. Deməli, bu göylərin cinsi rəhmətli Nərman kişinin quşlarının cinsidir, göylərin. Əbrəşlər Əlibəyin əbrəşlərindən olub. Əlibəy Novxan Əlibəy, Sarı Nadirinin oğlu. Bəli, bəli. Onun Allah rəhmət eləsin. əbrəşlərindən törənib. Bir də Nərman kişinin də əbrəşlərindən var da. Yəni bu göylər, əbrəşlər bir-birinə vurmuşam. Qaralar da Nərman kişinin qaralarıdır. Allah Nərman əmiyə də rəhmət eləsin. Allah rəhmət eləsin. Nadir əmiyə də. Kişilər əziyyət çəkdilər. Yəni cins olaraq onun cinslərindəndir. Burada da çoxsu da özüm törətmişəm də. Bir də bizim yerli Cəlilabad göyləri var burada. Allah xeyir eləsin. Maşallah olsun. Maşallah olsun. Sağ ol qardaşım. Sağ ol ki, Elşən, sağ ol ki, sən bunları törətmişsən, saxlamısan, artırmışsan. Yəni qədrini bilmirsən. Bəli. Allah sənə can sağlığı versin. Yəni hər kəs bunu eləyə bilmir. Allah o Əlbəttə kişilərə də rəhmət eləsin ki, Allah elə rəhmət yəni eləsin. Elşən kimi dəyərin bilən, quşu törədən, yəni Bəli, quşbazlıq alır, eləyən bir istifadə eləyib, saxlayıb, gənc qardaşa saxlayıb. ötürüblər cinsi. Adam var, 2 dənə alır, aparır, uçurdur. Hələ içəriyə bir 2 dənədən başqa quşu yoxdur. Onu da payman eləyir. Sabah yenə gedir, deyir mənə quş ver. Belə deyir də. Və alıb 2 dənə misal üçün, artırıb Allah canı salamat eləsin. Belədir, belədir. Bəli, bəli. Allah xeyri versin. Allah xeyrin versin. Sağ ol. Deməli, əziz qardaşlar, Elşən qardaşımızın növbəti quşxanasıdır. O, bayaq baxdıq, quşlar əbrəşlər idi, göylər idi. Bunlar isə Elşənin belə deyək də, ağları və ağ nişanlarıdır. Burada xırda nişanlar da var, piyorkalar var, zirələr var, ay paralar var. O cinslər haqqında da indi Elşən qardaş məlumat verəcək. Elşən, buyur. Ha, qardaşlar, ağ quşlarımda ağların bəzi qismları Hacalfağın ağ quşlarındandır. Bəziləri də Nərman quşlarındandır. Ağlarım belədir. Amma qatdığım da vardı. Yəni Hacalfağınla da Nərman quşunu tutlamışam. Bu ağların içində burada. 5-10 dənə də, məsələn 5 dənə zat da Əlibəy quşundan var. Ağların içində. Allah xeyir eləsin. Bunların Elşən özəlliyi nədir? Məsəl üçün oynaqları, xırda qənət vurmaqları, uçuş səpkisi haqqında nə məlumat verə bilərsən? Ümumiyyətlə, istəyir göylər, istəyir ağlar və yaxud da göy nişan, qırmızı nişanlar. Mənim quşlarımın uçuş sərgiləri başqa cürdür. Qanad vurmaqlar çox superdir. Gözü yerindədir. Yəni gözdən təsadüf hallarda bala qaçırdaram da. İndi olur da, indi quşdan qaçır. Amma oynaqları, bunlar bəzələrdə quşların çox hissəsi oynaqda uçurlar məndə. Yəni oynaqlarda bərk oynağını götürüb, oynaqsız uçan cinslərim var ya. Burada məsələn oynağa qədər 3-4 saat götürürlər, 5 saat, 4 saat götürürlər. O oynaqdan sonra bərk uçurlar. Həddindən artıq oynaqları tamam fərqlidir. Qaçma elə bütün quşbazda qaçmaq var. Quşbaz ola bilməz. Bəzi hallarda mən şeydir, mümkündür. bəzi hallarda olur da, məsələn baladır, xam baladır gəlir. Mən quşu, balanı tez uçurduram. Ümumiyyətlə gəldim, balanı tez qovuram. Həftədə məsələn 2 dəfə, 3 dəfə quş uçurduram. Burada da yəni bala uçurduram, amma yayda daim uçurduram da, yay boyu bütün uçurduram. Allah xeyir eləsin Elşən. Maşallah, xeyir uğurlu olsun.
Deməli, əziz qardaşlar, bu da Elşən qardaşımızın növbəti bir quşxanasının, yəni hinin bir quşlarıdır. Bunlar da Elşən yenə bu barədə məlumat ver. Bunlar da eyni quşlardır. Yəni göylərdən də var içlərində, ağlardan da var, qırmızılardan da var, əbrəşlərdən də var. Bunlar dar olduğu üçün quşxanada, Yəni yerdir, yar darlıq olduğu üçün. darlıq olduğu üçün ayırmışam quşları. Yəni bu bura atmışam da. Xeyirli olsun. Sağ ol. Maşallah olsun. Maşallah. Dırnaqları bəlkə. Burada yaxşı nişanlı quşlar da var Elşən. Ha, burada Əsrdə nişanlı. nişan heyvanlar da var. Maşallah. Bunlar cins olaraq Bunlar cins olaraq burada Nərman quşların cinsi də var. Hacalpağan da quşları var. bəli. Allah Yəni xeyir etsin. burada 2-3 dənə quş əlbəyən quşlarla, dalboz maya əlbəyən quşudur. Bəli. O dalboz maya. O çil var, çəkilli çil. O da əlbəyən quşudur. Bir də bir dənə gök quyruq maya var. O da əlbəyən quşudur bu. Hə, Ondan Allah qalanı- Əlbəy qardaşın canı sağ eləsin. Ondan qalanı burada ağların çox hissəsi Hacalpağan quşlarıdır. Yəni Bəli. bəzi ağlarda, yəni bir 15 dənəsi, 10 dənəsi burada Hacalpağan quşlarındandır. Bir də Nərman quşlarıdır. Qırmızı nişanlar hamısı Nərman quşlarıdır. Xeyir olsun. Bir də əbrəş var, quruldayan, o da əlbəyən quşudur. Allah xeyir eləsin. Mənim burada necə xoşun gələn nə var? Dolaqlı da Nərman dolaqlarından da. Hə, bildim. Dolaqlı Maşallah. yaşa. Qırmızı səhvlərdən. Deməli, oy bu çel. Qardaşlar, bu da Elşən qardaşımızın qənət quyruq elədiyi quşlardır. İnşallah bu quşların içində bir 10 dənə belə kənar quş atıbdır. Amma bu quşlar sırf uçuşa, yarışa hazırlanır. Allahın izni ilə inşallah yaxşı nəticələrlə qarşılaşsın. Burada elə əbrəşlərdən də var, ağlardan da var, çəplərdən var. Həyətdəki cinslərin bir növ, belə deyək, balalarıdır. Keçən iki balalardan da var burada, rezultat göstərmiş quşlardan. Allah xeyrin versin. İnşallah ki, hələ ürəyincə olan nəticə göstərər, yaxşı nəticələrlə qarşılaşar. Elşən, Allah xeyir versin, hazırlayırsan, inşallah xətasız, bəlasız Abi Mehman kişi, eləyəsən. 10 saat. İnşallah. Quşlar burada sizə göstərdim ki, deyim hangi saatla Elşən, gələcək. ümumiyyətlə nəticə nə gözləyirsən? Komanda Nəticə olaraq. inşallah komanda olaraq belə deyək də qardaşlar. Yəni indi burada hamımız dostuq, qardaşıq. Bizim burada bir-birimizə rəqabətimiz yoxdur. Bu günləri Mehmanın quşu uçdu, Elçinin quşu uçdu, Təşəkkürün uçdu, qardaşının uçdu. Fərq eləməz. Hamımız dost kimi yoldaşlıq görüşüdür burada. Bəli. Yəni bir-birimizə yox mən utdum, paxıllıq zət yox. Kimin heyvanı yaxşı olar, inşallah nəticəsi də yaxşı olar. Hazırlamaq da bir də heyvandan da önəmli hazırlamaqdır. Quşu necə hazırlasın o cür olar. Yəni quşbazlıq odur ki, quş uçurdu, gedib qıraqda oturub izləməklə yox. Oturub quşu yerində tapıb izləyirsənsə, onda quşbazsın. Bir də törətməkdən asılıdır. Eyni cinsi Bir də törətməkdən. Elşən, Amma bu- qıraqdan quş gətirib, demirəm, mən də gətirmişəm qıraqdan. Gətirib, məsələn, Mehmandan bala gətirim, bu illər yarışda oturdum, ondan yarış olmaz. Çünki o bilmədiyin quşlardır o. Yəni Mehmanın demirəm, dostu, qardaşı, canımdır, diyarımdır. Amma Mehman onu öz stilində uçurdu, görüb. Sənin axı bilmir ki, sən necə quşbazlısan. Sən ha istəyir, nə oluyor olsun, gətirdi bir cüt bala verim. Məsələn, adam olub ki, valla, bala vermişəm, bax, iniş illəri bir dənə göyboyun quşum 10 saat keçmişdi, gecə bax, burada hava gecəyə qaldı. Quş yoxa çıxdı göydə də, yəni tamamlandı. Düşmədi quş. Səhər-səhər tezdən idi, burada quş sürdüm, bir dənə uşaq zəng elədi mənə. Bizim Alar kəndindən bir uşaq zəng elədi ki, mənə salam qardaş, əleyhissalam. Dedi, bir dənə quş tutmuşam. Göyboyunda ayağında gözləyik. Dedim, ha, dedi ki, belə düşüb, navesin üstünə düşdü, gecə çıxdım, tutdum, nə elədisə. Dedi ki, olar ki, bala alım. Dedim ki, olar ki, verəsin əvəzinə sənə quş verim. Dedi, axı, bu quş, sən quşdur axı. Dedim, ondan üstün quş verirəm. Əgər verdiyim quş uçmasa, gələrsən o quşu erkək maya bağışlayacağım sənə. Balanı verdim, bala gördüm zəng edir mənə, bala 8 saat uçur. O quşun iminli balasını birini Şamaxıya verdim, verəndə dedim ki 10 saat. Həmin o quşdan verdiyim quşdan dedim gələ verdim 10 saat. Şamaxıda da 8 saat keçdi, kəsdi qanadan. Yəni 10 saata qadir idi də.
Sonra o quşdan bir dənə babaya başqa bir adama verdim. Yəni başqa verdim. Və dedi ki 5 saat sür, nə bilim 6 saat sür, 4 saat sür, amma hər gün uçmur. Fərqi görürsən, sizin 3 adama vermişəm, eyni quş sür, amma bunda uçmur. Nə səbəb? Deyirlər ki, məsəl üçün, yox, məni qane eləmədi. Onu qane eləmədi, yox. Bu quşbazlıqdan anlayışı o qədərdir, ona görə elə deyir. Çünki hər yerdə uçursa, yəni nə deməkdir? Bu bala quşu verirsənsə, güvənirsənsə quşa, deyirsən ki, bu quş bu saat uçur. Aparırsan 5 adam da uçur, bir dənə mehmanda uçmur. Səbəb nədir? Quş xarabdır ya xətri ödəməsin mehmanım. Bu söhbət deyil axı. Ya da deyirlər ki, mənim quşum abır. Quşun qarnı varsa, təmiz quşsa, istəyirsən ki, nəyə vurursan, vur tutacaq da qarnı. Büyük balası uçacaq. Bu cürdür quşbazlıq. Elşən, Allah xeyir versin. Sağ olun. Yaxşı saatlar rəhəb və bugünkü bu söhbətimiz onu əsas nəticəyə gətirir ki, Bakı quşu 10 saat və üstü 11 saat, 12 saat üstü uçuşlara yəni qadirdir. Azərbaycan göyərçinin gücü budur və bunu bizim bölgələrimizdə də uçurdub göstərən qardaşlarımız var. Bakıda da göstərənlər çoxdur. İndi bir məlumatı da mən buradan qısaca elə deyəcəm. Ümumiyyətlə tarixən belə olub ki, Bakı ərazisində əhalinin məşğuliyyəti olub. Deyək ki, zəfəran əkiblər, gül əkiblər, dənizdə balıqçılıqla, mövsümlə məşğul olublar. Yay sezonu gələndə deyək ki, qustanla, heyvandarlıqla məşğuliyyəti o qədər olub ki, onların o qədər uçan quşu izləməyə zamanı olmayıb. Çox az adamlar bölgələrdə uçan quşla məşğul olub, amma saxlayıblar. Ancaq Bakıdakı zaman, mühit, şərait insanların yay fəslində daha çox 3 ay, 4 ay bu belə deyək ki, o həmin mövsümlərdə ki, iş olmayan, yəni asudə zamanların bol olduğu vaxtda bu uçan quşları yetişdirməyə, bunları ortaya gətirməyinə həm şərait yaradıb, həm də Bakının dünyada belə bir şey var. Bakı küləklər şəhəridir. Külək bu Bakı quşlarının bir növ şilpovka olunmağında, qənət gücün formalanmağında, bu quşların özünü deyək ki, burada daha çox özünü sərrast göstərməyinə yəni rəvac verib. Bu hamısı bizimdir. Bakı da bizimdir, Cəlilabad da bizimdir, Lənkəran da bizimdir, Neftçala da bizimdir. Orada hamısı saxlayanlar bizim qardaşlarımızdır. Əsas orada hamı yaxşısını saxlasın. Bir məsələyə də toxunum. Hətta mən belə qənaətə gəlmişəm ki, İran yerli söhbətini də yığışdırardıq. Nəyə görə? Ona görə ki, Astarada biz o vaxtı, Mehman əmi sən də oradaydın, Elşən Astara quşu uçurtdu. Elşən əmin də buradan salamlayırıq. Onun quşları nöqtə kimi. Vaxtında da heyvan çıxdı bir yerindən. Mən bir dənə onun quşunun kənəkli uçuş, ziqzaz uçuş, aşağıda çərənli uçuşunu görmədim. Quş qaydasında. Başqa həyətlərdə də görmüşük. Allah hamısını canı sağ eləsin. Yəni, nə saxlayırıqsa yaxşısını saxlayaq, təmizini saxlayaq. Allah hamının xeyrini versin. Burada mənim keçənli quşlarım var, nişilli keçən quşlarım var. Ağır saatdan kəsmişəm. Burada əbrəş mayam var. Bu keçən yayda. Keçən isə onun üstü uçur. Qaraquyruğum var. Hər dəfə uçurdan da gecəyə qalır. Səhər uçur, axşama qədər uçur da. Qaraquyruq heç. Mor öz quşlarımdan çıxandır. O 7, 8, 9. Bu erkə gəlir, bu da bura. Bu avqust ayı Hazarpağa görə bura gələndə quş uçurtdum avqust ayı. Pervorod oldu 2 dəfə dalbadalar. Quşlar 5 ilə, 4 ilə, 6 ilə, 7 ilə gələn də oldu. İndi hava şəraiti oldu. 2 dəfə pervorod, toz duman. 3 dənə quşum qaldı. Dedim ki, burada falan quşum 10 saatla gələcək. Biz 10 saatla, çünki o dəfələrlə mən 10 saatını görmüşəm də. Yəni 2 sezon dalbadalar quş uçursa, o quşun qanı var ki, qalır göydə. Sonra ikinci dəfə gələndə bu göyəbləq var. Ona da demişdim, gizli düşəcək. Və eyni qaydada. Burada quşların çoxsunun, mənim burada bala quşum yoxdur. Demək olar ki, saxsağandır. Yayda inşallah görəcək. Burada mənim quşlarım çoxsu 2 illik, 3 illik quşlarım var. 1 illik quşum, 5-6 dənə quşum var burada. Yəni bala biraz xəstəliklə bağlı olaraq quşlarda bala ala bilmirəm. Yəni biraz sıxıntı yaradır, ala bilmirəm. Amma böyük quşlarım, hamısı mənim burada böyük quşlarımdır. 10 dənə cavan balalar var, qalanları hamısı yaşlı quşlardır. Maşallah olsun, qəşəngdir, hala, sağlığı. 15 dənə də 10 dənə zad belə köhnə quşlarımdan və erkək olduğu üçün
atmışam ki ora Arsa Maya ilə cüt şəhər eləyərdi. İndi vaxta qədər Evet, vaxtı burada çox var. indi leyin de korkusu var da. Leyin Bəli, de ley- görürsen imkan vermir. Mənim bu təbii məsələdir. Fəlakət, Yəni evet. quş sürdanı ley bəhanə ilə sürür, havanı bərun da quş sürtmür. Ley də olar, quşbaz Bəli, quş bəli. sürdası ley də aparır. Elə bir hava da yarıdan aparır. çoxunu aparır da. Amma biz Bakıda tərəf perivorot, bizdə Bayırlarda da ley. yox, Bakıda deyəndə ki, bax mən burada quş tutmuşam və Bakı cəmiyyəti də qonağım olub. Tutmuşam 2 dəfə dalbadala oturmuşam bax burada həyat tutmuşuq. 40 dərəcə isti olub. 2 dəfə dalbadala perevor. Axşamçağı keçib xəzri başlayıb. Gilavarı da var, xəzrisi də var, var, hər perevoru da yerdə var. var. Leyi Perivorot də hər var, yerdə var. toz dumanı da var. Hər bir şey, xəzri də var, gilavar da var. Bizdə Orada demək olar ki, kişidir də. Bakının deyəndə ki, bizdən dəniz bax buradadır. Bizim hava yoluna 3 kilometr heç yoxdur. 3 kilometr yox, belə deyək. Dənizlə bizim arasında 15 kilometr fərq var. Yəni dəniz ümumiyyətlə belə gedir də. Biz də dənizə yaxın olan yerik. Hava dəyişkənliyi Hava burada da dəyişkənliyi eyni sirayət şeydir. edir də. Çünki Onu- Bermanada olmazsa bizim quşlar niyə gedir Qızılağardan çıxır, Masaldan çıxır, Lənkərandan çıxan var. Salyan من از تمام دنیا شبی بریدم تو را که دیدم میان چشم مستت جهان دیدم تو را که دیدم غم تو را همان شب که دل سپردم به جان خریدم اصلا به جان تو من به جان رسیدم تو را که دیدم دل سپردم به جان خریدم اصلا به جان تو من به جان رسیدم تو را که دیدم Bilirdim ki gələcəksən. Geldim ama kılıçsız. Bəs qılıncınla nə vaxt saziş bağlayacaqsan, Muxtar? Senin kimisi ağlın değil, yüreğin hükmüyle hareket edene kadar benim kılıncım qınında kalacak. Çox dəyişmisən Əbu İshak. Daha ağıllanmışam ki yan. Ben bundan sonra yüreğinle değil, ağlımla hareket etmek istəyirəm. Qüdrətin qayda qanunları ilə paklığın qayda qanunları fərqlidir. Tədbirsiz döyüşə atılan rəhbərin özünün də qoşununun da qana hədər gedər. Sən yanlış düşüncələrin əsrinə çevrilmisən Əbu İshak. Bir sərkərdə qılıncını qınına qoyub əvvəlcədən taleyi məlum olan döyüşə getmirsə, bu şeytana əsir olmaq deyil, intihardan qaçmaqdır. Qur'anın buyurduğu kimi öz əllərinizlə özünüzü təhlükəyə atmayın.